Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin. Allahümme salli ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na ma allamtana ve zidna ilma amma ba'd. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər, hər birinizə məlum olduğu kimi biz artıq Hicri qəməri təqvimi ilə Ramazan ayından sonraki ay Şəvval ayındayıq və bu ay doğrudan da gözəl aylardan biridir. Çünki bu ayın içərisində Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində keçdiyi kimi Şəvvalın 6 gün tutulan orucu var və bunlar hamısı ona göstərir ki, ibadət bitmir, qurtarmır. Ta ki ölüm insana gələnə qədər ibadət onunla bərabərdir. İnsan Allaha qulluq eləməlidir, Allaha itaət eləməlidir və bundan əlini üzməli deyil. Və Ramazanda necə aktiv idisə, necə Quran oxuyurdusa, necə oruç tuturdusa, necə sədəqələr verirdisə, necə gecə namazlarını qılırdısa, bunlar Ramazandan xaric digər aylarda da edilməlidir. Və elhamdülillah Allah fürsət verib, imkan verib, hər birimizə bu həyatı yaşayırıq. Allah həmd olsun və ona görə bu həyatı layiqli şəkildə yaşamağa çalışmaq lazımdır, istifadə etmək lazımdır. Çünki ölüm insana qəfil gəlir və ona görə nə kimi xeyirli əməllər varsa, müsəlman onlara tələsməlidir, onlara səy göstərməyə çalışmalıdır və yaxşı işlərdə müsəlman hər bir zaman öndə gedənlərdən olmağa çalışmalıdır. Ona görə də Ramazan ayını bitirsək də, amma oruc bitməyib. Oruc insanla bərabərdir. Nafilə oruclar kimi və həmçinin bəzi qeydli oruclar kimi Aşura orucu, Arafa orucu, Şəvval ayının orucu və həmçinin də başqa oruclar, aydan tutulan 3 gün, həftənin 1-ci və 4-cü günləri və müsəlman çalışmalıdır ki, bu ibadətlərdən qafil qalmasın və həmçinin də biz o qardaş bacımızı müjdəliyirik ki, əgər o Ramazandan sonra itaətlərə davam edirsə, dərhal tələsirsə, Allahdan ümid olunur ki, bu ondan Ramazan orucunun qəbul olunmasıdır, etdiyi ibadətlərin ondan qəbul olunmasıdır. Çünki yaxşılıq arxasıca bir yaxşılıq gətirər, salih əməl arxasıca bir salih əməl gətirər və elhamdülillah, Allah həmd olsun, Allaha şükürlər olsun ki, əgər o qardaş abazlarımız yenə salih əməllərində davam edirlərsə, Allahdan ümid edilir ki, Ramazan orucu onlardan qəbul edilmişdir. Və həmçinin də bu xüsusda Quran oxumaq, Quransız müsəlmanın günü keçməli deyil. Müsəlmanın Qurandan hər gün bir nəsibi, bir payı olmalıdır. Yarım səhifə, bir səhifə, səhifə yarım və yaxud da yarım cüz, bir cüz insanın gündəlik Qurandan bir nəsib, bir payı olmalıdır. Müsəlman bunsuz yaşamalı deyil. Quran çünki Allahın kəlamıdır, həqiqi kəlamıdır. 7 qat səmadan uca Allah o kitabı bizlərə nazil edib və biz bununla Allaha ibadət edirik və biz bu ibadətlə Allaha yaxınlaşırıq və Quran təkcə Ramazanda deyil. Quran həmçinin başqa aylarda da oxunmalıdır və başqa aylarda da əzbərlənir, başqa aylarda da içində olanlar əməl edilməlidir. Və ona görə də müsəlman çalışmalıdır ki, Ramazanı olmasın, Rəbbini, ilahını yalnız Ramazanda tanımasın. Bütün aylarda yerdə qalan 11 ayda Allaha ibadət eləsin, Allaha itaət eləsin, bundan əlini üzməsin. Ta ki ölüm ona gələnə qədər ibadət onunla bərabərdir. İnsanın ibadətdən kəsilməsi yalnız ölümləndir. Ölüm gəldisə artıq ibadət bitmiş olur və insan artıq ölümdən sonra etdiyi əməllərin qarşılığını görəcək. Biz qeyd edik ki, biz Şəvval ayındayıq və Şəvval ayında edilən ibadət var. Şəvval ayının 6 gününün orucu və ona görə də bu xüsusda bir neçə məsələ var, onlara toxunmaq istərdik. Birinci məsələ, Şəvvalın 6 gün oruç tutmağın dəlili. Şəvvalın 6 gün oruç tutmaqda əsas söykəniləcək dəlil Əbu Əyyub Əl-Ənsarinin, Allah ondan razı olsun, rəvayət etdiyi hədisdir. Və bu hədisi İmam Müslim rahimehullah, Allah ona rəhmət eləsin, öz səhihində qeyd edib, hədis səhihdir, sabitdir və hədisin sənədi
İmam Müslim rahimehullah hədisi Sa'd ibn Sa'id ibn Qays'dən, o da Ömər ibn Thabit el-Harith el-Xazracidən, o isə Əbu Eyyub el-Ansaridən. Və Əbu Eyyub el-Ansari, Allah ondan razı olsun, Allah hər birindən razı olsun. O da Peyğəmbər sallallahu aleyhi ve sellem rəvayət edərək buyurmuşdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu: kim Ramazan orucunu tutar, sonra ona Şəvval ayından 6 gün əlavə edərsə, bütün ili oruç tutmuş kimi olar. Və bu hədis səhihdir, sabitdir və qeyd edilir ki, bu hədis Səhih Müslimdə keçir. Təbii ki, bəziləri bu hədisi zəif saymağa çalışsalar da, lakin elm əhlindən bir neçəsi yəni bu hədis haqqında yazılar, risalələr qələmə almışdılar. Hansı ki, o risalələrdə, yazılarda hədisin səhih və sabit olduğunu buyurublar. Onlardan biri də İmam Əl-Ələy rahimehullah bu barədə bir risalə yazır. Raf'ul İşkal an siyam 6 əyyam min Şəvval. Şəvvalın 6 günlük orucu barədəki problemin aradan qaldırılması barəsində bir risalə yazır. Və orada buyurur ki, Əbu Eyyub el-Ansaridən rəvayət olunan bu hədis, hansı ki, qeyd edilmiş məşhur hədis səhihdir, sabitdir. Hətta bu mövzuda Thəvban radiyallahu anhu rəvayət edir hədisi də gətirir. Hansı ki, Thəvban radiyallahu anhudan gələn hədisdə buyurulur ki, Ramazan ayının orucu Ramazan ayının orucu 10 aya və ondan sonraki 6 gün orucu isə 2 aya bərabərdir. Beləliklə bu cəmi 1 illik oruc deməkdir. Və buyurur ki, rahimehullah, hər iki hədis, istər Əbu Eyyub el-Ansaridən gələn hədis olsun, istərsə də Thəvban radiyallahu anhudan rəvayət olunan hədis, ikisi də səhih və sabit hədislərdəndir. Və təbii ki, bu hədisdə Əbu Eyyub el-Ansari radiyallahu anhunun hədisində yəni danışılası ravilərdən Sa'd ibn Sa'id el-Ansari haqqında olub, onlar haqqında bəzi sözlər deyilib. İmam Əhməd və başqaları onun barəsində danışıblar. Lakin elm əhli buyurur ki, hər tənqid, hər söz bir ravinin hədis rəvayətçisinin etibarlığını tamamilə yerə salmaz. Və təbii ki, xüsusilə də İmam Yahya ibn Ma'in və başqaları onu güclü hesab ediblər. Üstəlik bu hədisi Sa'd ibn Sa'iddən 15 ravi rəvayət edilib. Həmçinin bu hədis qeyd edir ki, İmam Müslimin səhihində keçib və bu onu göstərir ki, hədis səhihdir, sabitdir. Həmçinin də İmam Tirmizi yəni Sünənində bu hədisi qeyd edib. Həmçinin də 2 razi, Əbu Zür Ər-Razi, Əbu Hatim Ər-Razi öz kitablarında bu hədisi qeyd ediblər və onu zəif hesab etməyiblər. Və həmçinin İmam Əd-Daraqutni, Allah hamısından razı olsun, Allah hamısına rəhmət eləsin, bu hədisi qeyd edib və bunun zəif olmadığını bəyan eləmişdi. Ümumiyyətlə, biz ilk dövrün alimlərinə, mütəqəddimlərə baxsaq, bu hədisi zəif sayan yəni bir alim tapa bilmərik. Təbii ki, bəziləri İmam Malikin bu hədisi zəif saydığını yəni buyurublar. Çünki İmam Malik bu hədislə əməl eləməmişdi. Lakin bəziləri qeyd edib ki, xüsusən İbn Abdülbər rahimehullah buyurur ki, yəni bu hədis yəni İmam Malik rahimehullah bu hədis ona gəlib çatmayıb. Təbii ki, bunda bir tərəddüd olsa da bu izahda, çünki İmam Malik rahimehullah Mədinə əhlindən idi. Yəni hədisin ona çatma ehtimalı var, amma hər bir halda istər bu hədisə İmam Malik rahimehullah yəni əməl etməsə də və yaxud da bu hədis ona çatmasa da, hər bir halda elm əhli buyurur ki, bu hədis səhihdir və sabitdir və bu hədisə əməl edilir. Hətta qeyd elədiyimiz Sa'd ibn Sa'id haqqında İbn Qayyim rahimehullah Təhzib-ü Sünəndə buyurur ki, yəni onu həmin bu ravini dəstəkləyən digər ravilər də var və bu onu göstərir ki, Əbu Eyyub el-Ansaridən rəvayət olunan hədis səhihdir və sabitdir. Və bu birinci məsələ. İkinci məsələ isə Şəvvalın 6 günü oruç tutmağın hökmü.
Bu barədə alimlər iki rəydə olublar. Birinci qrup alimlər qeyd ediblər ki, bu orucu tutmaq müstəhəb deyil. İmam Malik və Əbu Hanifə buraya meyillidir. Lakin Hənəfi alimlərinin çoxu sonradan bu orucun müstəhəb, təkid olunmuş sünnə olduğunu rəyinə gəlmişlər. Necə ki, İbn Əbidin bunun öz həşiyəsində qeyd elədiyi kimi. İkinci rəy isə bu orucu tutmaq müstəhəbdir və bu oruc sünnədir. Və bu elm əhlinin çoxunun əksəriyyətinin rəyidir. Abdullah bin Mübarək və həmçinin Şəfi'i, İmam Əhməd və bu kimi alimlər bu rəydədirlər ki, Şəvval ayının orucu müstəhəbdir və Şəvval ayının orucu sünnədir. Və bu orucun müstəhəb və sünnə olmasına dair dəlillərdən qeyd edilmiş məşhur hədis ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, kim Ramazan orucunu tutar, sonra ona Şəvval ayından 6 gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar. Biz İmam Malikin rəyini qeyd edək ki, İmam Malik rahimehullah Şəvval ayının orucu barəsində buyurub ki, deməli Mutarrif İmam Malikdən rəvayət edir ki, İmam Malik əslində kişinin bu orucu özü üçün gizlində tutmasını qəbul edildi, icazəli görürdü. Sadəcə olaraq bu orucun aşkar şəkildə tutulmasını inkar eləmişdi ki, birdən insanlar elə fikirləşərlər ki, bu oruc Ramazan ayına bitişik oruclardandır və Ramazandan hesab olunur. Ramazan kimi vacib və fərz oruc olduğunu insanlar iddia eləyərlər və yəni daha doğrusu bu düşüncədə olmasınlar deyənə. Ona görə də İmam Malik rahimehullah bu orucun aşkarda tutulmasını inkar eləmişdi. Həmçinin Yahya deyir ki, İmam Malik rahimehullah Fitr bayramından sonra 6 günün orucu haqqında deyib ki, mən elm və fiqh əhlindən heç birinin bu orucu tutduğunu görmədim. Sələfdən də bu barədə mənə bir xəbər gəlib çatmayıb. Və elm əhli bunu xoşlamırdılar və bunun bir bidət olmasından, həmçinin elmsiz, bilməyən insanların Ramazandan olmayan bir şeyi Ramazana bitişdirmələrindən qorxurdular. Yəni, insanlarda elə təsəvvür yaranmasın ki, necə əvvəldə qeyd etdiyimiz kimi, birdən elə düşünürlər ki, bu Ramazan kimi, Ramazana bitişik fərz orucdur. Və sonrası İmam Malik rahimehullah davam edərək buyurur ki, əgərdir onlar elm əhli yanında buna bir icazə görsəydilər, mütləq bunu edərdilər. Yəni, burada təbii ki, elm əhli qeyd edir ki, hər bir halda mühüm olan odur ki, bu oruc müstəhəbdir, sünnədir. Əbu Əyyub Əl-Ansari radiyallahu anhudan sabitdir bu hədis. Yəni, İmam Malikin rəyi istər kişinin bunu gizlində tutması olsun, istərsə də olmasın, fərq etməz. Çünki İmam Malik, bu məsələdə Əbu Əyyub radiyallahu anhun hədisi ilə hüccətlənmişdir. Yəni, hədis onun rəyinə qarşı qəti bir dəlildir. Və təbii ki, maliklər arasında məşhur olan rəy budur ki, bu hədisdə qeyd olunan şəkildə Şəvvaldan 6 gün oruç tutma müstəhəb deyil. Mütləq oruca gəldikdə isə İbn Əbdülbərin dediyi kimi o müstəhəbdir. Lakin tam bir ilin savabı üçün Əbu Əyyub Əl-Ansarinin hədisində olduğu kimi 6 gün oruç tutmağa gəldikdə maliklər arasında məşhur olan rəy budur ki, onlar bunu müstəhəb saymırlar. Üçüncü məsələ, nafilə orucda niyyətin gecədən edilməsi. Alimlər təbii ki, məsələdə də iki rəydədirlər. Birinci rəy odur ki, niyyətin gecədən edilməsi şərtdir. İmam Malik rahimehullah bu rəydədir. Həmçinin bu Davud Əl-Zahirinin sözüdür. Onlar dəlil gətiriblər ki, gecədən niyyət eləməyən şəxs barəsində tam bir gün oruc tutdu, yəni deyilməsi mümkün deyil, deyilə bilməz. Əgər bir kəs gün ortadan sonra niyyət edərsə, o tam bir gün oruc tutmuş sayılmaz. İkinci rəysi odur ki, nafilə oruc niyyəti gecədən etmədən də səhihdir, doğrudur, keçərlidir. Və bu Əbu Hanifə və həmçinin Şəfi və Əhmədin rəyidir. Onlar bir neçə dəlillə sübut ediblər ki, onlardan biri də Müslimdə Ayşə anamızdan
Allah ondan atasından razı olsun, sabit olan hədisdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün onun yanına daxil oldu və dedi ki, yanınızda yeməyə bir şey varmı? Onlar xeyr dedilər. O buyurdu, o zaman mən orucluyam. Beləliklə Allah Resulü sallallahu əleyhi və səlləm niyyəti gündüz vaxtı başlatdı və onun orucu səhih, doğru və kəsərli oldu. Və subhanallah, həmçinin bu hədis onu göstərir ki, necə ki elm əhli buyurur, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm hətta yeməksiz günləri də olurdu. Yəni onlar elə gün olurdu ki, onlar yeməyə nəsə tapmırdılar. Ona görə hər bir müsəlman bugünkü halına şükür eləməlidir. Həm də eləməlidir, ən azından bir tikə, bir para çörək də olsa tapıb yeyə bilir. Buna görə insan Allaha çoxlu şükür eləməlidir. Allaha çoxlu həmd eləməlidir ki, onu ayaq üstü saxlayacaq, belini dik tutacaq, bir tikə çörəyi də var və mövcuddur. Və təbii ki, bu hədisə maliklər cavab verərək deyiblər ki, çünki biz əvvəldə qeyd edildik ki, maliklər niyyətinin gecədən olmasını şərt olaraq deyiblər. Və onlar deyiblər ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm deməsi ki, o zaman mən orucluyam, burada iki məna ola bilər. Yəni, indi niyyəti başladım və ya mən indi orucumu davam etdirim. Hədis bu barədə tam aşkar olmadığı üçün ehtimal yaranır və onlar deyirlər ki, şəriət qaydasına görə əgər bir dəlildə ehtimallar yaranarsa, ondan qəti hökm çıxarmaq batıl olar. Lakin yəni bu məsələdə elm əhli cavab veriblər ki, hədis ehtimallı olsa belə Allah Rasulunun sallallahu əleyhi və səlləm sahabələrinin hansı ki bizə kitab və sünnəni onların fəhmi ilə başa düşməyi, anlamaq əmr olunub, onların rəylərini müraciət etdikdə görürük ki, həmin sahabələr Allah onlardan razı olsa niyyətin gündüz vaxtı başladılmasına icazə veriblər. Və İbn Əbi Şeybənin rəvayətində sabit olub ki, Hüzeyfə, Allah ondan razı olsun, zəval vaxtından sonra, yəni zöhrdən, günortadan sonra nafilə oruca niyyət eləyib. Həmçinin də Təhəvvülün Allah ondan razı olsun, Allah ona rəhmət eləsin rəvayətində İbn Məsudun Allah ondan razı olsun buna icazə verdiyini buyurub və buyurub ki, bu ondan sabit olmuşdur. Və beləcə sahabələrin anlayışı ilə biz görürük ki, niyyəti gündüz vaxtından, günorta vaxtından nafilə oruclarda bunun edilməsi səhihdir, doğrudur. Təbii ki, insan yəni fəcr vaxtından həmin vaxta qədər heç nə yeyib içməyibsə, yəni artıq günorta vaxtından, zəval vaxtından artıq insan əgər nafilə oruc tutmaq istəyirsə, niyyət edib orucuna tuta bilər və orucuna davam edə bilər. Lakin niyyəti gecədən, yəni fəzrə qədər edən şəxs, niyyəti yalnız gündüz vaxtı başladan şəxs kimi deyil. Əksinə, o niyyəti yalnız gündüz vaxtı başlatmış kimsədən daha çox əcrə, savaba malikdir. Yəni, niyyətin gündüzdən edilməsi, istər bu qeydli oruclar olsun, nafilə oruclarında, istərsə də mütləqən oruclar olsun, Allah daha doğrusunu bilir, hər birində keçərlidir. İstər bu həftənin 1-ci, 4-cü gün tutulan oruclar olsun, istərsə də aydan 3 gün, istərsə Arafə orucu, istərsə də Aşura orucu və həmçində Şəvval orucu, hər birində insan əgər fəcrdən, yəni misal olaraq saat əgər 10-a qədər, 11-ə qədər və yaxud 12-yə qədər heç bir şey yeyib içməyibsə və sonradan oruç tutmaq istəyirsə, buna niyyət etmək istəyirsə, bu barədə alimlər, elm əhli qeyd ediblər ki, onun orucu keçərlidir və belə bir vaxtda onun hətta niyyət edib orucuna davam etməsi səhihdir və doğrudur. 4-cü məsələ, nafilə orucları kəsmək. Yəni, misal üçün, nafilə orucu insan bu gün tutub, amma müəyyən bir səbəbdən həmin orucunu kəsir.
günorta və yaxud da günortadan sonra həmin orucunu pozur. Və təbii ki, bu barədə alimlər yəni bunun icazəli olub olmaması barəsində iki rəydədirlər. Birinci rəy odur ki, bəzi elm əhli buyurur ki, kəsmə icazəli deyil. Və bu Əbu Hanifə və Malikin rəyidir. İkinci rəy isə alimlər qeyd edir icazəlidir və onu nafilə orucu tamamlama vacib deyil. Və bu isə Şəfi və Əhmədin rəyidir. Və təbii ki, birinci rəy deyənlər hansı ki, kəsmə icazəli deyil. Onlar Allahın bu ayəsini dəlil olaraq gətiriblər ki, Uca Allah buyurur: "Və la tubtilu a'malakum", əməllərinizi batil eləməyin. Lakin buna cavab olaraq elm əhli buyurub ki, Allah Rasulunun sallallahu əleyhi və səlləm və sahabələrinin fəhminə, anlayışına görə nafilə orucu kəsmək icazəlidir. Necə ki, Abdurrazzaqın rəvayətində Abdullah ibn Abbasdan, Allah ondan razı olsun, və Ət-Təhavvülün rəvayətində isə İbn Məsuddan, Allah hamısından razı olsun, bu sabit olmuşdur. Və buna nafilə orucun kəsilməsinin icazəli olmasına İmam Müslimin rəvayət etdiyi hədisdir. Ayşə radiyallahu anhudan gələn hədis, Allah ondan razı olsun, buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün yanıma daxil olub soruşdu ki, yanınızda yeməyə bir şey varmı? Biz dedi ki, xeyr. O dedi ki, elə isə mən orucluyam. Və sonra başqa bir gün yanımıza gəldikdə biz dedik ki, Allahın Rasulü bizə həyz, yəni bir yemək növü gətirilib, hədiyyə edilib. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, onu mənə göstər, mən artıq oruclu idim. Və sonra həmin yeməkdən yedi, yəni Allah Rasulü sallallahu aleyhi ve sellem nafilə orucunu tamamlamadı, əksinə onu kəsdi. Və buna görə də elm əhli buyurur ki, ən aşkar olan rəy, Allah daha yaxşı bilir, budur ki, nafilə orucu kəsmək olar. Nafilə orucu kəsmək olar. Və həmçinin də ümumiyyətlə Allah Subhanahu wa Ta'ala bu ayəsinə gəldikdə isə və la tubtilu a'malakum, əməllərinizi puç eləməyin. İbn Abdülbər və elm əhlinin əksəriyyətinin tətbiqinə görə bu ayədəki məqsəd riyakarlıq, göstəriş və ya günahlar asi olmaqla əməlləri insanın boşa çıxarmasıdır. Və bu ayədə Allah daha doğrusunu bilir. Yəni deyilənlərdən bir də verilən təfsirlərdən biri budur. Və bu məsələdə bir diqqət ediləsi bir məqam orucu kəsməyin icazəli olmasında, yəni müqəyyət, istər bir Şəvval orucu olsun, istər Aşura orucu olsun, istərsə Arafa orucu olsun, nafilə orucu ilə mütləq oruc arasında heç bir fərq yoxdur. İstər insan, insan misal olaraq bugün oruç tutmaq istəyir mütləqən olaraq və yaxud da sırf birinci, dördüncü gün oruç tutmaq istəyir. Hər bir halda insan, əgər onu evə qonağı gəlibsə, elə bir vəziyyətdir ki, orada insan orucunu açmalıdır və yaxud da hər hansısa bir yerə gedibsə, qarşısına hər hansısa bir yemək, çay qoyublarsa, orada artıq orucu açmaq istəyirsə, nafilə oruclarda, belə müstəhəb oruclarda, yəni bunda açılmasında heç bir eyib, heç bir nöqsan yoxdur. Orucunu aça bilər. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qeyd edildiyimiz kimi onlara yemək hədiyyə edilmişdi və Peyğəmbər sallallahu aleyhi ve sellem nafilə orucunu kəsmişdi. Və 5-ci məsələ isə nafilə orucunu fərzin qəzasından öncə tutmanın hökmü. Yəni üzərində Ramazan orucunun qəza borcu olan şəxsin birinci, dördüncü gün və Ərafə orucu kimi nafilə orucları tutması barəsində alimlər iki rəydədirlər. Birinci rəy odur ki, üzərində fərz borcu olsa belə nafilə oruc tutması səhihdir, doğrudur, keçərlidir. Bu rəyi Hənəfi, Maliki və Şafi məzhəbləri və bir rəvayətə görə İmam Əhməd və Həmbəlilər qəbul eləmişdir. Və onlar bunu onunla əsaslandırırlar ki, əsas olan odur ki, fərz borcu qaldığı halda nafilə ibadət etməyin qadağan olması barədə heç bir dəlil yoxdur. Onlar bu rəyi möminlərin anası
Ayşə anamızdan radiyallahu anhə, Allah ondan atasından razı olsun, Səhihində Buxari Müslimə keçən bu sözləri ilə deyiblər ki, yəni Ayşə anamız buyurur ki, üzərində Ramazandan oruc borcu olardı, mən onu ancaq Şaban ayında qəza edə bilərdim. Yahya ravilərdən biri deyib ki, buna səbəb Peyğəmbər sallallahu aleyhi və səlləm ilə məşğuliyyəti idi. Təbii ki, Allah daha doğrusunu bilir, yəni üstün olan görüş budur ki, yəni insanın üzərində hətta Ramazan orucundan qəzaları qalsa da belə nafilə oruclardan, yəni Arafa orucu, Aşura orucu, 1-ci, 4-cü günlər, aydan 3 gün oruc, bunları hətta üzərində qəza orucu olsa da belə bunları rahat şəkildə insan bunları tuta bilər. Bunları yerinə yetirə bilər və bunda heç bir nöqsan yoxdur, heç bir eyb yoxdur. Təbii ki, Şəvval orucu istisnadır. Biz onu inşallah sonradan qeyd edəcəyik. Şəvval orucu burada istisnadır ki, 1-ci Şəvval orucu tutulmalıdır. Lakin Ayşə anamızın yəni hadisəsinə gəldikdə isə elm əhli buyurub ki, Ayşə anamızın bu hədisinə gəldikdə o nafil orucdan da daha şərəfli, daha bir üstün işlə məşğul idi, üstün əməllə məşğul idi. O da Peyğəmbər sallallahu əleyhi və səlləm xidmətində durmaq idi. Ona xidmət eləmək idi. Bu ən şərəfli, ən üstün işlərdən biri idi. Allahın rəsuluna, Allahın elçisinə kömək eləmək. Və həmçinin də yəni bəzi elm əhli buyurub ki, yəni burada Ayşə anamız, yəni heç kim deyə bilməz ki, o yerdə qalan yəni günlərdə 11 ayda, yəni 10 ayda nafilə oruclarını tutmurdu. Yəni bu mümkün deyil. Hər bir halda yəni qeyd elədik ki, yəni nafilə oruclarını yəni Ramazanın qəzasından əvvəl tutmaqda heç bir problem yoxdur. İkinci rəy isə alimlər qeyd edirlər ki, bəzi elm əhli üzərində fərz orucdan qəza borcu olan heç bir kəsə nafilə oruç tutmaq doğru deyil. Və bu İmam Əhmədin rəvayətlərindən birində rəyidir və Həmbəli məzhəbində məşhur olan mövqedir. Və bu rəyi müdafiə edənlərin ən güclü dəlili Əbu Hüreyrədən, Allah ondan razı olsun, sabit olan rəvayətdir. Abdurrazaq rəvayət edir ki, bir kişi Əbu Hüreyrədən soruşdu, mənim üzərimdə Ramazandan deməli günlər var, borc var. Zilhiccənin hansı ki, yəni Ramazandan sonraki 3-cü aydır. Zilhiccənin 10 gününü nafilə olaraq tuta bilərəmmi? Əbu Hüreyrə cavab olardı ki, xeyr, Allahın haqqından, yəni fərzdən başla, sonra istədiyin qədər nafilə tut. Və həmçinin də yəni qeyd edir ki, bu Əbu Hüreyrə radiyallahu anhunun sözü idi. 6-cı məsələ, Əbu Eyyub Əl-Ənsarinin, Allah ona razı olsun, hədisində qeyd olunan savabı qazanmaq üçün Şəvval ayının 6 gününü fərzin, yəni Ramazan qəzasının qabağına salmaq olar, yoxsa ki, yox. Bu məsələdə elm əhli qeyd ediblər ki, yəni Şəvval ayının 6 günlük orucunu Ramazanın qəzasından önə salmaq doğru deyil. Yəni, əgər bir kişi Ramazanda 10 gün oruç tutmayıbsa və Şəvval ayı gəldikdə deyirsə ki, mən əvvəlcə Şəvvaldan 6 gün tutmağa başlayacağım, sonra bitirdikdə Ramazandan qalan borclarımı qəza edəcəm ki, Əbu Eyyub Əl-Ənsarinin hədisindəki savaba nail olum. Yəni, 1 illik oruc tutma əcrinə, mükafatına nail olum. Əgər belə deyərsə, ona cavab olaraq alimlər qeyd edirlər ki, elm əhli buyurur ki, bu məsələdə bir neçə məqama baxılır. Birinci məqam, bu, yəni əvvəlcə nafilə orucu tutmaq, yəni Şəvvalın 6 gününü Ramazanın qəzasından
önə salmaq hədisin zahirinə müxalifdir. Belə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Ramazan orucunu tutar, sonra onun ardınca Şəvvaldan 6 gün gətirərsə, bir illik oruc tutmuş kimi olar. Yəni, buradakı thümmə kəlməsi, sonra kəlməsi ardıcıllığı, tərtibi bildirən kəlmələrdəndir. Birinci Ramazan ayının orucu tam yerinə yetirilməlidir. Sonra isə Şəvval ayının 6 günlük orucu tutulmalıdır. İkinci məsələ isə elm əhlindən heç kəs burayı deməyib. Yəni, hətta üzərində fərz borcu ola nafilə oruç tutmaq olar. Hansı ki, bizdəki bu icazəlidir. Bunda heç bir problem yoxdur. Hətta burayı söyləsək də belə və həmçinin və yaxud da burayı söyləyənlər, burayı deyənlər, hansı ki, üzərində Ramazandan borc olsa da belə digər nafilə oruclarını tuta bilərsən, bunda heç bir eyb yoxdur. Burayı söyləyənlər deyiblər ki, yalnız burada nədir? Şəvval istisnadır. Şəvval istisnadır. Çünki hədisdə qeyd olunan odur ki, Ramazanı tam tut və sonra isə nədir? Şəvvaldan 6 gün kim tutarsa, bir illik oruc mükafatını əldə eləmiş olar. Yəni, insan əgər Ramazanı 15 gün tutubsa, bu Ramazanı kamil tutdu deyilmir bu insana. Deyilir ki, Ramazandan 15 gün tutdu, Ramazandan 20 gün tutdu, oruc tutdu. Amma Ramazanı 29 və yaxud 30 gün tutubsa, bu insan barəsində deyilir ki, Ramazan ayının orucunu kamil tutdu. Aydındır. Və həmçinin burada niyyət məsələsi insan, yəni Ramazandan üzərində borc qalıb və deyir ki, Ramazandan üzərində borc qalıb, Şəvvalı da ikisini də bir yerdə niyyət edib, misal olaraq 6 gün Ramazandan qəza borcu qalıb və Şəvval ayının orucu da 6 günlükdür. Və deyir ki, bunların ikisini bir yerdə cəm eləyim və ikisini də əcrinə, savabına nail olum. Burada elm əhli buyurublar ki, vacib oruc, vacib müstəhəblə müştərəklik, ortaqlıq təşkil eləməz. Ona görə də insan belə bir halda, əgər ikisini bir yerdə niyyət edibsə, ona qalan nədir? Vacib orucdur. Vacib orucdur və belə olduğu halda ona lazımdır ki, həmin bu 6 gündən sonra növbəti 6 günü tutmalıdır. Hətta Əbu Əyyub Əl-Ənsarinin hədisində nail olan mükafata, əcrə çata bilsin. Ona görə də bu dəlilləri, şəri dəlilləri elm əhlinin başa düşdüyü şəkildə anlamaq lazımdır və elm əhlinin qeyd elədiyi məsələlərdən, məqamlardan önə keçməmək və qabağa keçməmək lazımdır və bizə əmr olunub ki, öz fikrimizi, öz rəyimizi onlardan üstün tutmayaq. Ona görə də bu məsələlər mühüm məsələlərdən biri. Hər bir müsəlman bu mövzulara diqqətli olmalıdır. 7-ci məsələ. Hədisdə qeyd olunan ilin orucu savabını qazanmaq üçün məşhur Şəvval hədisində qeyd olunan ilin orucu savabını qazanmaq üçün bu 6 günlük orucu Şəvvalda deyil, başqa aylarda Şəvvaldan sonraki Zilqayda ayında tutmaq olar, yoxsa ki, yox. Alimlər bu məsələdə 2 rəydədirlər. Birinci rəy odur ki, qeyd ediblər ki, bunu eləmək keçərlidir, səhihdir. Bu rəyi maliklərdən bir qrup, bəzi şafi alimləri və həmbəlilərdən İbn Muflih zikr edib. Onlar deyiblər ki, Əbu Əyyubun, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hədisdə ki, Ramazan orucunu tutar, sonra Şəvvaldan 6 gün əlavə eləyərsə, bir il oruc tutmuş kimi olar. Onlar qeyd ediblər ki, burada Şəvval kəlməsinin qeyd olunması müəyyən bir səbəbə görədir ki, o səbəb də odur ki, nəfs, insan təbiəti Ramazandan sonra oruca öyrəşmiş olur. Şəvval ayı isə Ramazana yaxın ay olduğu üçün
Ona görə hədisdə Şəvval ayı zikr edilmişdir, qeyd olunmuşdur. Əks halda onlar buyururlar ki, Şəvvaldan başqa ayda da tutulsa, oruc səhih olardı. Və onlar qeyd ediblər ki, şəriət qaydalarından biri budur ki, qayda olaraq gətiriblər ki, əgər bir ləfsin, bir sözün qeyd olunması müəyyən bir səbəbə, illətə bağlıdırsa, o zaman həmin ləfsin xüsusi bir məfhumu yoxdur. Yəni, o hökm yalnız Şəvval ayına məhdudlaşmır. Şəvvaldan başqa ayları da əhatə edir. Onlar bu fikirlərini Thəvbən radiyallahu anh rəvayət edin hədislə möhkəmləndiriblər. Hansı ki, orada qeyd olundu ki, Ramazan ayının orucu 10 aya, ondan sonraki 6 gün orucu isə 2 aya bərabərdir. Beləliklə, bu cəmi 1 illik oruc deməkdir. Və bu hədislə öz fikirlərini möhkəmləndiriblər. Və həmçinin bəziləri qeyd ediblər ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm hədisdə Şəvval ayını zikirləməsi, qeyd eləməsi ona görədir ki, Şəvval Ramazandan dərhal sonra gələn aydır. Və buna görə də Şəvvalı itaətlərdə tələsmək və yarışmaq babından bu ayın adı hədisdə ona görə qeyd olunur. İbn Qayyim rahimehullah Təhzib-ü Sünəndə burayı Şafi alimlərindən nəql edib və beləcə buraya əsasən 6 günlük oruc, yəni onlar qeyd ediblər ki, təkcə Şəvvalla məhdudlaşmır. Zilqayda, Zilhiccə, ondan sonra gələn aylarda insan bu orucları tuta bilər. İkinci rəy. Bu oruc Şəvval ayının orucu hədisdə qeyd olunan Şəvval ayı kəlməsi elə Şəvval ayı ilə məhdudlaşır, xüsusiləşir. Və bu rəy Şafilərin və Həmbəlilərin rəyidir. Və bu rəydə olanlar Əbu Əyyub Əl-Ansarinin hədisinin zahiri mənasına əsaslanırlar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Ramazanı tutar, sonra onun ardınca Şəvvaldan 6 gün gətirərsə, 1 il oruc savabını, mükafatını əldə etmiş olar, bütün ili oruc tutmuş kimi olar. Və təbii ki, bu mövqedə olan elm əhli qeyd ediblər ki, hədisdə Şəvval ayının qeyd olunmasının bir faydası olmalıdır. O da 6 günlük orucun məhz bu aya məxsus edilməsidir. Və İbn Qayyim rahimehullah Təhzib-ü Sünəndə burayı qüvvətləndirərək deyib ki, 6 günlük orucun Şəvvaldan başqa aylarda tutulması barədə olan rəy qəribə bir əcaib rəydir. Şəvvalın zikr edilməsinin qeyd olunmasının faydası var. O, Ramazan üçün sünnə namazlarının fərz namazların nisbəti kimidir. Yəni, bu oruc Ramazana nisbətdə fərzdən sonra gələn, yəni sünnələr kimidir. Əsl olan odur ki, hədisdə hər bir ləfsin bir faydası və mənası var və onların, yəni qeyd edilmiş birinci rəy tərəfdarlarının ləfsin məfhumunu və mənasını düşürmək cəhdləri sadəcə bir ehtimaldır. 8-ci məsələ, xəstəlik, üzürlü səbəb və ya bənzər hallara görə Şəvvaldan 6 günə tuta bilməyən kimsə, yəni misal üçün bir qadın nifas halındadır və yaxud heyz halındadır, yaxud da bir kişi uzun bir xəstəlik keçirilərsə, hansı ki Şəvval ayı çıxana qədər, Şəvval ayının 26-cı, 27-ci gününə qədər, lakin bu insanlar hamısı, bu qism insanlar hamısı, yəni onlar əvvəlcədən qərar vermişdilər ki, o niyyətdə idilər ki, biz Şəvval ayını tutacaq və tutmaq istəyirik. Lakin Şəvval ayı çıxır, tuta bilmirlər. Bu barədə elm əhli buyurur ki, yəni belələri barəsində Allahdan ümid edilir ki, onlar həmin orucun, 1 illik orucun savabını, mükafatını əldə eləsinlər. Çünki qarşılarında yəni qəbul olunası bir üzür var. Şəriətin qəbul etdiyi üzürlərdən biridir. Və ümid olunur ki, yəni onlar bu 1 illik
savabı əldə eləsinlər. 9-cu məsələ, Şəvvaldan olan 6 gün orucu ardıcıl tutmaq bəyəniləndir, müstəhəbdir. Təbii ki, Allah həmd olsun, biz artıq bu günləri Şəvval ayının 8-ci gündə səhv etmirəmsə, yəni artıq yəni bəlkə də elə qardaş abazlarımız var ki, onlar yekunlaşdırıblar, bitiriblər, amma hər bir halda yenə də xatırlatmaqda bir fayda var. Yəni ardıcıl tutmaq bəzi elm əhli buyurub ki, bəyəniləndir. Yəni alimlər Şəvvaldan 6 gün orucunda ardıcıllığın daha üstün olması barəsində yəni qeyd ediblər ki, yəni bu bir növ yaxşı işlərə tələsməkdən də, ibadətə tələsməkdən də, yaxşı işlərdə, xeyir işlərdə öndə getmək babındandır. Və həmçində növbəti məsələ, 10-cu məsələ əvvəl bundan qabaq qeyd etdiyimizə oxşar olaraq Şəvvalın 6 günün orucuna tez başlamaq, bu da bəyəniləndir. Burada da həmçinin alimlər qeyd edirlər ki, bu da yaxşı işlərdə yəni öndə getməyin əlamətlərindən biridir. Və təbii ki, bu məsələdə bunun müstəhəbliyi barəsində alimlər yəni 2 rəydədirlər. Birinci rəy odur ki, Şəvvalın 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci günlərini oruç tutaraq 6 günü tamamlamaq üçün tələsmək müstəhəbdir. İbn Mübarək, Şəfi, İshaq ibn Rahawiyyə və bir çox elm əhli buraya üstünlük veriblər. Dəlil olaraq deyirlər ki, xeyir işləri tələsmək və yarışmaqla bağlı ümumi dəlillər onu göstərir ki, yəni yaxşı olar ki, yəni Şəvval ayının orucu tez tutulsun, yəni bayramın sabahsı günündən. İkinci rəy isə bu işdə tələsmə və yarışma müstəhəb deyil. Hətta bəziləri bunu məkruh görürlər. Bəyənilməyən bir iş görüblər. Deməli, Abdurrazzaq Əs-Sənani Musannəfində Mə'mərdən qeyd edir ki, bu günlər yəni yemək və sevinç günlərdir, oruc günlər deyil. Yəni onlar qeyd edirlər ki, Şəvvalın nəinki birinci gün, hətta 2-ci, 3-cü, 4-cü günləri yemək içmək günlərdir. Təbii ki, Allah daha doğrusunu bilir. Yəni görünən odur ki, xeyir işlərə tələsmə və yarışmaqla bağlı dəlillərin ümumi olduğuna görə tez başlamaq daha əfsəldir. 11-ci məsələ, sonuncu məsələ, deməli, Şəvvalın 6 gününü birinci gün, yəni başqa nafilə orucların vaxtında tutmaq. Birinci gün, 4-cü gün Şəvvalın 6 gününü tutmaq belə bir şəkildə olar, yoxsa ki, yox. Və bu barədə elm əhli buyurub ki, birinci və 4-cü gün orucunun savabını, həm də Şəvvalın 6 gününün savabını insan əgər bir yerdə qazanmaq istəyirsə, beləcə bunu qazana bilər. İnsan həftənin 1-ci, 4-cü günü oruc tutur və həmçində niyyətində Şəvval orucu da var. Deməli, belə olduğu halda ikisinin əzrini, savabını insan beləcə götürə bilər. Və daha görünən, daha aşkar olan rəy budur ki, belə eləmək yəni heç bir qəbahət yoxdur. Yəni insan bu şəkildə orucunu tuta bilər və alimlər burada belə bir qayda gətirirlər ki, ibadətin belə edilməsi bu qaydaya söykənir ki, əgər iki ibadət növü eynidirsə və onlardan biri məqsədli və həmçinin digəri isə vasitəsi ibadətdirsə, o zaman bu iki ibadət bir-birinə yəni daxil ola bilər. Yəni burada Şəvval orucu məqsədlidir 6 gün. Və həmçinin vasitəsi isə nədir? 1-ci, 4-cü günlər. Burada ikisini bir-birinə tədaxül etmək olar. Bir-birinə daxil etmək olar.
Həmçinin misal olaraq, insan sübh vaxtı girdi məscidə, təhiyyətül məscid qılmaq istəyir və həmçinin də sübh namazının sünnətini qılmaq istəyir. Və insan əgər bir kimsə məscidə daxil olub sübhün sünnəsini qılarsa və niyyətində təhiyyətül məscid, məscidi salamlama namazı da tutarsa, həmən insan 2 savabı qazanmış olar. O məsələnin qeyd etmək istədiyimiz tərəfi. Uca Allah bizləri eşidib yaxşısına tabi olanlardan eləsin. Allah bizləri hər bir zaman yaxşı işlərdə öndə gedən kəslərdən etsin. Subhanəkəllahumma hamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.